Salam dostlar, funksiyanın qiymətlər çoxluğu ilə bağlı bir çalışmanın həllinə baxaq. Verilib fx bərabər kök altda mənfi x kvadrat plus 6x plus 1 funksiyasının qiymətlər çoxluğunu tapın. Əvvəlcə kökün altındakı funksiyaya baxaq. Yəni, mənfi x kvadratı üstəgəl 6x plus 1. Buna tutaq ki, işarə eləyək buna gx ilə. Bu funksiyaya baxaq. Bilirik ki, bu funksiyanın qrafiki parabola şəklində olur. Bu funksiyanın təpə nöqtəsinin koordinatlarını tapsaq, yəni y-ni tapsaq, məsələn, n-i tapmış olsaq, n bərabər olar 4ac çıxılsın b kvadratı bölünsün 4a. Bundan bərabərdir, alarıq ki, 4 vur, mənfi 1 vur, 1 eləyir mənfi 4, çıxılsın 6n kvadratı 36, böl mənfi 4, bərabərdir 10 olacaq. Demək, onda bu funksiyanın m-nə bərabər, m bərabər olar, mənfi b bölünsün 2a-ya. Buradan alırıq ki, mənfi 6 bölünsün 2 vur, mənfi 1 və bunu da 3 tapmış olar. Bu funksiyanın kök altının deyil, sadəcə bu parabolanın qrafikini qurmuş olsa, onun qrafiki olacaq təxmini belə bir qrafik. Təpə nöqtəsinin koordinatları 3 və 10-dur. Və y oxunu bir nöqtəsində kəsir. Təxmini qrafikimiz olacaq bu formada. Və təpə nöqtəsinin eni 10-a bərabərdir. M isə 3-ə bərabərdir. Əgər kökün altında olmasaydı, bu funksiyanın qiymətlər çoxluğunu tapardıq. Kök altında olmayan, yəni gx funksiyasının qiymətlər çoxluğu olardı. Ən böyük qiyməti 10 olduğu üçün mənfi sonsuzluqdan 10-a qədər olardı onun qiymətlər çoxluğu. Amma bizdən soruşulan funksiya kök altında olduğu üçün mənfi sonsuzluqdan 0-a qədər olan hissəni, yəni y burada 10-dan mənfi sonsuzluğa qədər qiymətlər alır. O mənfi sonsuzluqdan 0-a qədər olan hissəni kökün altında yaza bilmirik. Ona görə kök altı funksiyanın qiymətlər çoxluğu olacaq. Mənfi sonsuzluqdan 10-a kimi deyil. Y f olacaq 0-dan, yəni 0 ala bilər kökün altı, 0-dan 10-a kimi. Sadəcə kökün altında olduğu üçün yazacaq onu kök altda 10. Deməli, bu funksiyanın qiymətlər çoxluğu 0 kök altda 10 parçası olacaq.